A bərabərdir 1 üstəgəl kökdə 5 bölünsün 2 olarsa, bu ifadənin qiymətini tapın. Bilirik ki, A bərabərdir 1 üstəgəl kökdə 5 bölünsün 2, A kvadrat çıxılsın A, çıxılsın 1 tənliyinin köklərindən biridir. Buradan hər iki tərəfi A-ya bölməklə ala bilərik ki, A çıxılsın 1, çıxılsın 1 bölünsün A bərabər 0. Buradan da A çıx 1 bölü A bərabərdir 1 tapılır. Daha sonra buradan A kvadrat bərabərdir A üstəgəl 1 ala bilirik. Hər iki tərəfi kvadrata yüksəltsək, onda alarıq ki, A üstü 4 bərabərdir A kvadrat üstünə gəlinsin 2A üstünə gəlinsin 1. Bu da bərabərdir. İndi burada A kvadratın əvəzinə A üstəgəl 1 yazsaq, olacaq 3A üstəgəl 2. Bunu bir dəfə də kvadrata yüksəlsək, A üstü 8 bərabərdir 9A kvadrat üstünə gəl 12A üstünə gəlinsin 4. Və yenidən A kvadratın əvəzinə A üstəgəl 1 yazsaq, olacaq 9A üstünə gəl 9 üstəgəl 12A üstəgəl 4. Bu da bərabərdir 21A üstəgəl 13 alarıq. Bunu əvvəlcə bir dəyişənlə işarə edib, məsələn, x olsun. Bunun hər iki tərəfin A çıxılsın 1 bölünsün A ifadəsinə vuraq. A çıxılsın 1 bölü A-nın 1 olduğunu bilirik. Onda bu da 1'dir. Qalacaq A üstü 8 çıxılsın. Bu hasil nəticədə A üstü 8 çıxılsın 1 bölünsün A üstü 8 hasilinə bərabər olacaq. A üstü 8-ə islah olunacaq. Qalacaq 1 bölünsün A üstü 8. Və A üstü 8 21A üstəgəl 13-ə bərabərdir. X bərabər olacaq 1 bölünsün 21A üstəgəl 13-ə və A-nın əvəzinə 1 üstəgəl kökdə 5 bölünsün 2 yazaq. 1 bölünsün 21A üstəgəl 13 bərabərdir 1 bölünsün 21 vurulsun 1 üstəgəl kökdə 5 bölünsün 2 üstünə gəl 13. Alarıq ki, qoşmasına vurub sadələşdirsək, 2 vurulsun 47 çıxılsın 21 kökdə 5. Onu da hesablasaq 2209 47-nin kvadratıdır. 2205 isə 21 kökdə 5-in kvadratıdır və məxrəc eləyəcək 4, surət olacaq 2 vurulsun 47 çıx 21 kökdə 5. İxtisar aparsaq, cavabı alarıq 47 çıxılsın 21 kökdə 5 bölünsün 2.